Salam əziz izləyicilər. Bugünkü dərsimizdə mən məişətdə, evdə işlədilən özümüz düzəldəcəyimiz avadanlıqları və mexanizmlərdən deməli silsiləsindən yeni bir video ilə sizi tanış edəcəm. Bu videoda mən öncəki videolarda göstərmişəm. Direl üçün lagonda dediyimiz deməli kəsici alət, elektrik alətinin üçün deməli təzgah deyək də kiçik bir təzgahın hazırlanması videolarını hazırlamışam. Bu da növbəti bir deməli ən sadə formada işlədəcəyimiz evdə işlədirik. Bunları onun üçün mən sizə onun hazırlanması deməli ardıcıllığını göstərəcəm. Mən özüm onun deməli ilk vaxtlar almışam. Deməli Azon firması var, oradan sifariş vermişdim, amma gördüm ki bəzi nüanslar var ki orada məsələn çatışmamazlıqlar var, onu özümüz gərək düzəldək. Bu da əlavə bir işdir. O olmasın deyə mən sizə dəqiq deməli sadə bir təzgahın hazırlanmasını göstərəcəm. Onu özünüz də hazırlaya bilərsiniz. Həm də ucuz başa gəlir. Çox sadə bir formadadır. Onun üçün mən detalların ayrı-ayrılıqda hazırlanmasından metodundan yox, deməli yığma layihə şablonundan istifadə edərək onu sizdə yerində göstərəcəm. Deməli başlayırıq. Baş şablon açırıq burada. Bu yığma şablonudur. O yığma şablonunda burada birinci detalı hazırlayırıq. Bu detal nəydən ibarətdir? Bu deməli lagondanın bərkidiləcəyi deməli dirəkdir. O dirəyimiz bizim həm ağac materialdan, həm də metal vərəqdən, polad vərəqdən olacaq. Onun üçün bax birinci başlayıram ağac materialının. Burada da onu da deyim ki burada deməli layihələndirdiğimiz detallar ölçüləri mən təqribi götürürəm. Siz orada üstündə indi orada mən yerində izah edəcəm. Onu üstündə deməli lagondanın qeyd edirsiniz və dəqiq ölçüləri götürürsünüz. İndi bunun adını yazıram dirək. Ya yazım ağac dirəkdə ya. Ki bilinsin hansı materialdandır. Rus dilindədir, qoy keçək bunu. Azərbaycan dilində. Adını qoyduq. Bu da detaldır, adi detal, yığma deyil. Deməli, adi detaldır. Bax, IPT faylında. Qəbul edirik. Bax, görürsünüz bunu deməli hər dəfə mən bunu təkrar edirəm. Kursorun ucunda detal işarəsi var. Bax, bu detal işarəsini vururam. Bax, burada işçi pəncərəyə. Bax, burada gəldi ağac dirək. Deməli, adı gəldi detalın. Deməli, onu biz XY müstəvisi üzərində layihələndirəcəyik. O da deməli şərtidir. Ölçüləri mərkəzdən başlayan düzbucaqlı şəklindədir. Bax, onu mən verim təqribən 200 biraz çoxdur. Olsun 200. Bax, burada verirəm 200'ün tab işarəsini vururam. Uzun hündürlüyü də olsun təqribən 400. Qoy biraz çox olsun. Bax belə. Deməli bu bizdə olur ağac deməli dirəyin ölçüsü. Qəbul edirik buna. Buna mən verirəm qalınlıq. Qalınlıq da olsun 10 yox, eləyək 20 mm. Eləyək 20 mm.
Bax belə. Okey düyməsini basırıq. Bax burada bizdə deməli ağac dirək oldu. Ona material veririk. Onun üçün mən açıram ayrı bir pəncərədə bunu. Və buna verirəm material. Svojstva inventor. Və burada fiziki. Tipovoy. Yox. Veririk buna ağac materialdan. Derevesini beriyozat. Tutaq ki beriyozat. Onda çəkisi oldu 880 qram. Yoxsa material verən kimi o da onu göstərir. Deməli bunun üzərinə, bax bunun üzərinə bir dənə də polad vərəqdən bir detal hazırlayır. Onu nə üçün eləyirəm, onu mən deyim sizə. Ağac material yüngüldür. Konstruksiya yüngül olur. Onun üçün mən götürmüşəm bunu. Həm də ki, bəzi məsəl üçün insanlarda görsən qaynaq aparatı olmadığından bura qaynaq edə bilmir. Onun üçün onu deməli şuruplarla yaxud özü deşən deməli şuruplarla bağlamaqdan ötəri və bunun bu formada edirik ki, qaynaq olunmasın. Onun üçün nə edirik? Deməli, baba burada yenə də qaydırıq yığmaya. Yığmaya qaydırıq. Deməli, burada bağlayırıq. Yaddaşda saxlayırıq. Bax, görsə, indi qayıtdıq yığmaya. Bax, görsə, burada yaddaşda saxlayırıq bunu ki, o yaddaşa düşsün. Deməli, ikinci, deməli, burada variant yazırıq. Metal. Yazıram metal vərəq. Yəni polad vərəq. Polad vərəq yazaq. Vərəq. Və yenə də bu detal götürür adi detaldan. OK düyməsini basırıq. Bax göstərir, yenə burada detal əmələ gəldi. Mən bu səthi göstərirəm. Bax bu sətdir. Deməli mən burada bunu layihələndirəcəm. Onu üçün onu özümə tərəf bunu deməli o rakustan götürürəm ki, rahat burada layihələndirə bilim. Bax, bunun qırağı bizə lazımdır. Bu ölçüdə biz eləməliyik bunu. Onun üçün mən burada götürürəm XY müstəvisi. Həmişə XY müstəvisi olur. Bax, götürdüyümüz. Sonra götürürəm, bax, burada köməkçi. Köməkçi etməyə də bilərik. Bax, burada köməkçidir. Amma biz köməkçi etməyə də bilərik. Bunu sadəcə, bax, bunu belə də götürə bilərəm. Bax, belə. Bunu proyeksiyasını, həmin müstəvinin üzərinə proyeksiyası edir ki, çəkməməm də. Sonra bunu qəbul edirik. Ona qalınlıq veririk. Deməli, bu polad vərəqdən olmalıdır. Onun qalınlığı bizdə olur 2 mm. Nazik olur bu. 2 mm. Görürsünüz, baba bu 2 mm qalınlığında. Qəbul edirəm. Sonra bax buradan keçirəm bunu polad vərəqə. Keçirəm, bax burada da bunu götürürəm 2 mm qalınlığı. Buradan millimetrinə, bax. Burada həm düyümləndir, həm millimetr, 2 millimetr. Qəbul elədik. İndi buna material veririk. Bax, material, sağ düyməni basıram, Svojstva inventor, fiziki, bax, burada da verirəm polad. Material, bax, burada alınmadı, nədənsə vermədim. Bunu ayrıca açmaq lazımdır, deməli. Atkırıt edirəm, bax, belə. İndi burada ona verirəm, bax, burada belə, deməli, kaprizləri var proqramın. Burada edirəm polad, stal. Qəbul elədim, bax belə, qara rəngi oldu. İndi bunu yaddaşda saxlayıram. Keçirəm, bax, bu deməli, ya oraya, ya burada da üstündə də eləyə bilərəm. Yığmaya, bax, bu yığmadır, görürsünüz. Amma burada da eləyə bilərəm, burada da. Belə burada yerində eləyək. Bunun üstündə eskiz eləyək. Bunu deməli 3D modeldə keçirik.
Burada bunun üstündə eskiz eləyirik. Bax buradan, deməli bax bu buradan 4 dənə yerdən buna şurupla bağlamalıyıq. Onun üçün götürürəm bax bunu götürməyim, qoy elə o dəlik formasında götürüm. Bax vurdum bura. Deməli buradan ölçünü qoyuram. Ya da ki elə bunun özünü də götürüb burada dəlik elə verirdik kimi. Qoy mən amma belə deyirəm. Bax buradan deməli qıraqdan 20 millimetr götürək. 20 də dəliyin ölçüsünü eləyərik. Bax buradan. Elə bax vururam bunun üstünə olur 20 millimetr. Qəbul elədik. İndi mən bax buradan götürürəm bunu atverstiyə. Bax görürsünüz. Verdi atverstiyə 30 çoxdur. Veririk bura tutaq ki 12 millimetr. 12 millimetr. Adi dəlikdir. Rezbasız. Adi dəlik. Uzunluğu da deməli başa başdır. Axıra qədərdir. Bax. Görürsünüz, axıra qədərdir. Qalanlığı qədər verir. Deməli, qəbul elədik. İndi mən buna massiv verirəm. Massiv. Bax, burada götürürəm, bax bunu. Deməli, istiqamət. Bax, bura, deməli, bax, bura baxıram, x istiqamətidir. Bax, bu. İçinə baxın, x istiqaməti. Arasındakı məsafə, buranı biz vermişdik. 200 millimetr, burada 400. İndi buradan 20 çıxanda 40, 200-dən 40 çıxanda 160 millimetr. Bunu eləyirəm, arasında olan məsafə 2 ədəddir, arasında olan məsafə 160. Bax, görürsünüz, gəldi, bura düşdü. Deməli, ikinci istiqamət, bax, buna istiqamət A-dır, B-dir. Burada isə aşağı doğru olmalıdır. Aşağı doğru olan istiqamət, baxırıq burada Y-dir. Deməli, götürürəm, bax, bu Y-dir. Görürsünüz, əks tərəfə. Bunun istiqamətini dəyişirəm aşağı. Burada da 400-dür. 400-dən 40 çıxanda 360. Və burada olan aşağıdakı olan məsələ 360 millimetr. Gördünüz, gəldi, bura düşdü. Deməli, OK düyməsini basıram. Deməli, aldıq burada biz, bax, belə büddəlik. Deməli, 12 millimetr boltla bağlamalıyıq biz bunu. Deməli, bax, burada yaddaşda saxlayıram bunu. Keçirəm zborkaya. Bax, gördünüz, bax, burada gəldi. Deməli, mən indi, bax, bu dəliyi bunun üstündə açmalıyam. Ki, bura bağlanmalıdır, bax, şurupla. Ona görə dəlik olmalıdır burada. İndi mən bunu 2 dəfə üstünə vururam. Görsünüz, bu dumanlı fason oldu. Deməli, aktiv olan budur detalımız. Onun üçün mən burada deməli eskiz eləyirəm. Onun üstündə belə bu dəlikləri orada mən Price-ı edirəm. Bax, elədim, Price-ı qəbul elədim. İndi mən bunu bu elementlə bir-bir vururam. Bax, əks tərəfə, yəni deşik. Bax, bunu da vururam. Bunu da, bir də bunu. Qəbul elədik. Deşdik. İndi o tərəfinə baxırıq. Görsünüz, dəlik, deməli, axıra qədərdir. İndi qəbul elədik. Bunu keçirəm yığılmaya. Bax. İndi burada baxıram, hamısı yerində olmalıdır. Bax, görsünüz, dəlik də burada yerində. İndi biz bunu bərkitməliyik. Deməli, stolun üstünə də, deyək ki, lagon da indi harada gedib gəlməlidir, onun üstündə. Onun üçün mən burada, deməli, adını yazıram, detal. Yazıram bunu masa taxtası. Yazaq da belə. Nə istəyirik, onu da yazırıq. Deməli, masa taxtası.
Qəbul elədik. İndi burada bir məsələ var. Burada bunun üstündə də burada aşağıdan metal eləməliyik biz. Taxtası yox. Onda onu birinci yazaq bunu. Metalı masa polad vərəqi. Onun altında olmalıdır taxta. Belə deməli OK düyməsini basıram. Bax görürsünüz yenə burada detal deməli gəldi və buranı göstərirəm. Bax bura. Deməli bizim XY müstəvizimiz orada olur. Bax görürsünüz düşdü ora. Onun üstündə eləməliyik biz. Bax belə. Deməli mən buradan qəbul edirəm. Eskiz bax görürsünüz bax burada qəbul elədim. İndi burada mən masanı özüm bildiyim, özüm seçəcəyim ölçüdə eləyirəm. Deməli buradan götürürəm düz uzaqlığı. Bax buradan götürürəm. Bax bu uzunluğunda təqribən. Görək nə qədər eləyək onu. Deməli 400-500 eləyək. Yarım metr eləyək də. 500 eləyək. O birisi də olsun. O birisi də olsun 500 tutaq ki. Tam işarəsini vuruq 500 eləyək. Bax belə. Bu formada. İndi mən burada görürsünüz mərkəzdən burada qaçdı. O mərkəzdən qaçmasın deyən bunun ortasını gətirməliyik bura. Onun üçün bax burada 200'dür. 200'ün ortası eləyir 100. 100 buradan götürsək onda burada da 500'dür. 250 də o 350 olmalıdır da. Deməli bax bunun mərkəzindən ora 350 olmalıdır. Deməli mən ölçünü götürürəm bax buradan. Bax bunun mərkəzinə buradan mərkəzi tutmaq olmur. 350. Bax burada bura gəlir düşür. Qoy gəlsin düşsün. Bax buradan bura qədər olan məsafə 250'dir. Onsuz da bax belə. Mərkəzi gəlir düşür bura. Bunu istəyirdim ki burada mərkəzə salalım. Fərq eləmir. Düşsün ora. Deməli bunu qəbul elədim. İndi bax görürsünüz bunu altına fırlayırıq. Bax bu altdadır. Bax düz. Bax burada. Buradan başlayır bax burada. Onun üçün mən aşağı verirəm bunun qalanlığını. Götürürəm. Bax burada qəbul eləyim. Burada qalanlığı deməli verirəm aşağı 2 millimetr. 2 millimetr eləyək bunda. Deməli qəbul elədik. Bunu da keçirəm. Bax qəbul edirəm, keçirəm onu polad vərəqə. Polad vərəq burada da yazıram 2. Burada da yazıram 2. Millimetr 2. Qəbul elədik. İndi buna da material verək. Çəkini çünki təyin eləməliyik biz. Buna da material verirəm. Svojstvo inventor. Baxaq görək burada verəcək yoxsa material. Material. Bax burada. Onda da açaq bunu. Ayrıca açaq. Vermək istəmir. Deməli biz burada veririk bunu. Svojstvo inventor fiziki tipovoy elirik tipini bunun deməli style. Bu da olmalıdır həmin rəngdə. Gördünüz həmin rəngdə oldu. Qəbul elədik, yaddaşa saxladıq. İndi mən buradan bunu bağlayıram, keçirəm yenə burasıya. Deməli keçirik burada. Yığmaya. İndi bax bunun altına burada da bir dənə də bunun kimi taxtadan eləməliyik biz. Onun üçün yenə bir dənə bura yazaq. Masa, taxta, deməli masa. Yazaq taxta masa.
taxta oturacaq. Taxta oturacaq. Nə istəyirik yazırıq. Belə götürdük. Deməli, OK düyməsini basıram və vururam bura. İndi bunun üstündə həmin ölçüdə biz ondan da böyük də eləyə bilərik. Özünüz indi bizdən asılıdır. Eləyək o boyda. Belə, onun üçün asan da olsun deyən tez olmasın. Belə eləyirik. Buna da qalanlıq verir. Qəbul elədik. İndi mən burada buna verirəm 20 milimi. 20 də olsun, 40 da vermək olar. Biraz qalın olsun. 30 verək. Nə 20 olsun, nə 40. Qəbul elədik. İndi burada 2 dənə burada gözsüz material. Bunu mən deməli taxta oturacaq. Budur. OK düyməsini basıram. Budur, taxta oturacaq. Bunu açıram. Açqırıq. Belə. Buna verirəm material. Burada verirəm material. Onu da eləyək taxta. Tipavoy, bu eləyək ağac, beryoz, derevesini beryoz. Bu da oldu belə. İndi yenə də həmin qayda ilə, burada onu bağlayıram. Baxın indi, burada. Görürsünüz, burada da bunu bərkitməliyik, burada şuruplar. Bu şurupları bərkitmək üçün mən keçməliyəm, burada polad, masa, polad verək. Budur. 2 dəfə vurdum üstünə. Sonra burada eskiz eləyirəm. İndi buradan da 3 dənə 1, 2, 3 burada 4, 5, 6, 7 dənə eləyək də. İndi bura biz verək. Deməli, buradan deşiklə vuraq. Ölçümü yenə verək. Burada 30 verək də. Belə 30. Belə. Deməli 30 da buradan. 30. Belə. İndi buna mən verirəm dəlik. Keçirəm 3D modelə. Buradan verirəm buna atverstiya. O atverstiya da olsun elə 12 mm. Axıra qədər. Belə. Deməli. Biraz balaca burada konus eləyik. Konus eləmək üçün belə deyək, şurupla bağlamaqda. Bu hissəsi 12, biz eləyək buranı 16 tutaq. Belə, bu formada. Çünki burada stol burada maniçilik eləməməlidir. Biz sürüşdürəcək bunun üstündə emal etməliyik biz. Ya poladdan, deməli, hazırladığımız materialı ya da taxtadan hazırladığımız. Onun üçün, deməli, dərinlik də bu diametri 12 mm-də axıra qədər qəbul elədik. İndi baxıram, görsən, belə şapkası çıxmasın deyə. Deməli, bunu mən massiv eləyirəm. 3 dənə belə, 2 dənə də belə. Deməli, buradan götürürəm massivi, düzbucaqlı massiv. Göstərirəm elementimizi, bunu. İstiqamət verirəm. Z istiqaməti. Z aşağıdır, Y yuxarıdır, X istiqaməti. Belə, bura verirəm 2 dənə. Belə də verirəm 3 dənə. İndi burada deməli 2 dənə verirəm. Arasının məsafəsi 500 idi. 500-dən 30, 60, deməli 440 edir də burada. 440. Gəldi, düşdü bura. İndi ikinci istiqaməti veririk. İkinci istiqamətimizin biz deməli verməliyik Z-i. Görürsünüz, Z olmadı. Deməli, bax belə. İndi bunun da istiqamətini dəyişirik. Y-i veririk. Y-imiz burada göstərir, yuxarıdır, görürsünüz. Amma burada düz göstərir.
Deməli, onun da arasını 500 deyən 30 millimetr buradan 3 dənə eləyək də biz. Eləyirik 3 ədəd. Deməli, arasındakı məsafəni 500-ü 3 eləyəndə 1, 2, 3, 2 dənə eləməliyik də burada. 3 dənə eləyək. 3 dənə eləyək. Deməli, 25-i 5-ə belə 3-ə böləndə bir dəfə 20-də 3 eləyir təqribən 6 dəfə. Deməli, 3 dənə burada 360 eləyək görək nətə olur. 360. Bax, burada onda arası çox oldu. Deməli, 360 yox. Olmalıdır 160 da, 160. Burada elə 160. Mən 300 haradan aldım onu, bax belə. Deməli 300, 160 da olmalı, 200 elə zeynətlər olar. Qoy, mən o təqribi alınır, ona görə mən istəyirəm 250 eləyək. Çox oldu. Deməli 200 eləyək bunu. Bax belə. Qoy dursun. Belə, o 2 düyməsini basırıq, bax, burada belə, buradan bərkitməliyik. Qəbul elədik. İndi, bax, buradan dəlik eləməliyik ki, onu bağlamaqdan ötərik. 2 dəfə vururam üstünü. Deməli, bunu bu üstündə eskiz eləyirəm. Bunları da proyektasını qoyuram bura, bax, çünki mən o dəliyi aşmaq lazımdır. Deməli, bax, bunu yenə götürürəm bunu, kəsmərək. Deməli, bax, burada vururam aşağı 30 millimetr. 30 deyil, burada olmalıdır 12. 12 bu da olsun, 12 millimetr. Onu da bırak, bunlar belə. Qəbul eləyək. Bax, burada oldu. Deməli, üstdəki bundan böyükdür. İndi baxaq, onu qayıdaq bura. Baxaq bura. Bax, bu onunla bərabərdir, amma bu böyükdür. Bu böyük də olmalıdır, şapkası düşməlidir ora. Deməli, qəbul elədik. Yaddaşa saxlayırıq bunu. Yazıram bax bura. Laqonda aləti. Laqonda təzgahı. Yaddaşa saxlayıram. Bax, burada, elə burada yaddaşa saxlayıram. Deməli, da, okey, bax, belə. İndi, bax, bunu biz bura bərkitməliyik. Onun üçün, bax, burada mən bunun üstündə 2 dəfə vururam. Burada eskiz edirəm. Bax, burada indi, bax, düşməlidir, bax, burada indi mən bunu görmürəm. Ona görə də mən bunu eləməliyəm görünüşü, karkas görünüşü. Baxa, görsənmir olsun. Onu burada mən qalınlıq vermişdim. Onu mən baxam. Onu eləyək. Tanıyırıq onu. Bax, burada bunu mən proyeksiyasını verməliyəm bunu. Ora ki, mən birim o harada yerləşir. Deməli, düşdü modelə. Bax, burada eskiz proyeksiyası. Bax, bunu. Bax, bu hissədə, bax, bu hissədə. Bunu mən verdim, bura gəldi, düşdü. Bir də bu hissədə. Bax, burada. Gəldi, bura düşdü. Onu mən, deməli, birləşdirməliyəm. Bax, belə. Götürürəm, bax, buradan, bax, belə. Onun yeridir bu. Onu da mən edirəm köməkçi ki, manilik olmasın. Bax, belə. İndi mən buradan deşməliyəm. Bunu 3 dənə yerdən bağlayayım ki, möhkəm olsun. Onun üçün mən buradan bu köməkçi bunun ortasından xətt çəkirəm. Bax, bunun ortası buradır.
Getirirəm bax bura. Xətt çəkirəm, bir dənə çəkdim. Deməli, bunun üstündə mən verəməliyəm deşik. Bax burada. Bunun mərkəzi. Tapıram, bax buradır. Burada. Biri buradadır. Biri bura, onun 400'də. Yox, 200. 200'ün deməli birini buraya eləyək. Birini də indi onun arasının məsafəsini o tək simmetrik eləyək. Bunu götürək bax buradan. Bura qədər aydındır, nə qədərdir? 100. Bunun da arası olmalıdır 50. Buradan bura 50. O da obsi də 50 olmalıdır. İndi bax buradan və bunu mən udalit edeyim. Redaktörü yazmaqdan. Onu mən deməli bu götürmür indi, amma mən onu indi gerek yoksa onu deşik kimi götürəcəm. Mən bunu buradan götürüm, bura 50 eləyim. Bura 50, okey. Elə. Tak, deməli, okey. Bax, indi burada bax, bu nöqtələri də götürməlidir. Onun üçün qəbul edirəm. Amma o nöqtələri mən bax, belə redaktör edirəm. Onu silməliyəm. Yoxsa onu da dəli kimi qəbul edəcək. Udalit. Bir də haradadır bu? Bax, burada. Bax, burada. Burada da udalit. Deməli, qəbul elədim. İndi mən onu götürməliyəm, dəlik eləməliyəm. Deməli, burada 4 dənə alındı. Daha görək, nətər alındı. Yox, bu qıraqlardakı lazım deyil bizə. Onun üçün atmen edirəm. Onu yine redaktör edirəm. Bax, bu nöqtələr lazımdır. Redaktör eləmək lazımdır. Deməli, bunu udalit edirəm. Udalit. Bu nöqtələr. Sağ eşit eləyək. İndi bax, bunu mən redaktör eləməliyim. Silməliyəm bunu, udalit eləməliyim. Udalit eləyək, gerək bunu. Bunu da. Götürmür. Udalit servisimiz. Burada. Ben burada o özüm dəli eləyim. O yoksa götürməyəcək bu. Eləyim orada 12 mm. O 12 çoxdur. 8 eləsəm. İşte, ha böyle. Buranın da 8. 3 tane. 3 tane. Dəlikdən onu biz deməli bax bundan. Bunu bir tərsinə axıra qədər böyle qəbul elədik. Deməli, biz buradan diş açdıq. İndi bizə lazımdır, bax, bunun üstündə. Bax, burada. İndi bax, bunun üstündə açmalıyıq o dəliyi. İndi qayıdıram şeyə, indi bax, bunu götürürəm. Bunun üstündə mən aşağıdan
Girdim, deməli, bax, buradan alt tərəfdə normaldır. Bax, burada eləyirəm eskiz. Bax, göğsü gəldi, bura düşdü. İndi mən ama burayı insert edirəm bu 3 dənəni. Qəbul elədim. İndi orada dəli edirəm. 3D model. Deməli, bax, burada. Bunu da tərsini edeyim. Bu tərəfə. Teşkil. İndi bunun uzunluğu nə qədərdir? 20 mm. 20 mm azdır. Eləyək 30. Tak. Qəbul elədik. İndi mən buradan geçdim yığmaya. Keçdim yığmaya. Deməli, bax, bu bizdə hazırdır. İndi bunun üzərində biz digər detalları eləməliyik. Onlar da qaynaqsız deməli iş görməliyik. Bunu bərkitdik bura. Bax, burada baxırıq. Bax, göstər buradan, bax, buradan bunu şurupla bağlayacaq. İndi onu da göstərəcəm sizə. Sonra isə bunu da bura bərkidəcəyik. Bunlar bir-birinə bərkidilmiş formada olacaq. Deməli, indi bunun üzərində biz künclükdən deməli, laqondanın deməli, gedib gəlməsi üçün biz burada yaratmalıyıq. Deməli, mexanizm yaratmalıyıq ki, o qalxsın, yensin. Laqondanın da şərti, laqonda deməli, ölçüsündə edirik, onu altdan üstdən bağlayırıq. Deməli, biz bura 2 dənə künclük burada söyləməliyik. Onun üçün vururuq buranı, deməli, baba burada. Bu ara məsələ, deməli, künclüyü buradan götürək. Arasının məsafəsini götürək, bax, burada eskiz eləyək. Eskiz, deməli, bax, buradan çəkək bura. Bu düzdür, belə perpendikulyar. Buradan indi ölçümüzü qoyaq buradan. Buraya qədər olan məsafə olsun 50 mm. Buradan da bura 50 mm. Bak, bunu 50 mm. İndi biz burada deməli birini də bu yandan eləməliyik. Deməli, bax, belə arasındakı məsafədə, bax, indi bu işarə aşağıda, bax, belə olmalıdır. Deməli, bax, bura ilə bura bərabər olmalıdır. Görsünüz, bax, gəldi işte. Deməli, burada, deməli, horizontal asılı vəziyyətə düşməlidir. Burada ilə bura ki, eyni olsun ölçüdə. Bir də burada bunun arasında olan, buradan vermişik biz oraya. Burada götürməlidir. Dalit. Deməli, bax, buradan məsafə nə var? Burada 40 eləyək. 40, nəsə, istəmir. 40, buradan da 40. Buradan da bura 40. Belə. İndi deməli, burada əgər 200-dürsə, 40 buradan, 80 çıxırıq, 120 mm olmalıdır, bax, bunun arası. Buradan bura olmalıdır, 120 mm. Bu da götürmək istəmir, ona görə də bu nöqtədən götürməliyik. Nəsə, burada 120 mm. Deməli, mən qəbul edirəm bunu, keçirəm, deməli, yığmaya, saxranı edirəm. Və burada göstərir. İndi mən burada yığmada
Bunu qəbul edən proyekti bitirim, ikincilik götürməliyəm. Bax, burada profil. Deməli, profili burada ansı yox, getirir ghost. Profil, ikincilik, standart, kategori, razmer, semestr var. Burada yazır, bu uqalki. Qunutu yox, ravnaboki. Deməli, ravnaboki eləyərik. Deməli, uqalki, ravnaboki. Bəs yaxşı, qunutu indi mənə lazımdır başqası. Uqalki, stanli, qunutu, ravnaboki, şiveller, uqalki, qareba budur, bax, ravnaboki, bax bu. Bu deməli götürürüm bura, baxıram. İndi görün bizə nə formada lazımdır. Deməli, bax, burada göstərilir. Deməli, mən buranı vurmalıyam. Bunun üstündə onu da bərkitməliyik biz ora. Deməli, belə, bu formada, sonra mən baxıram. Buradan bərkitməliyik biz. Birində bura əks istiqamətdə olmalıdır. Onu hələ biz belirləyək, sonra gücü qaydasından şeyləri qəbul elədik. Okey, yadaşa saldı. Bu deməli, bu yığmaya, bax, belə. Deməli, bunu da birində burada eləməliyik. Bax, vurmalıyam, bura fırlamalıyam. Bax, belə. Bax, bu formada. O arası düşməlidir, bax, belə. Bura. Belə, bir də buradan vurmalıyam, bura. Bax, belə. Bu ara, burada nəsə əyri oldu bu. Bu, hoşuma gəlmədi o. Qəbul elədik. İndi onu mən düzəltməliyəm, bax, bunu. O niyəsə ki, görəsə, bu əyri oldu. İndi mən onu buradan udalit eləyim. Bax, bunu udalit eləyim, təzədən eləyim. İzmenit, udalit с помощью generatora. İndi mən burada bunu mən təzədən qoymalıyam. Deməli, götürürəm bunu. Burada yaddaşda qalır. 2-nin 3-ə. Burada qoyuram. Deməli, bunu mən fırlayıram. Belə. Bu formada. İndi yuxarıdan yaxşı görsənir. Bunu mən düzəltməliyəm. Nədirsə, bu əyri gedir. Xoşuma gəlmədi bu. Bu yaxşıdır, amma bu isə nəsə əyrilik var burada. Niyə görəsə, o yəqin xət düzdür. Bax, bu xət düzdür. Atmen eləyək, baxaq görək. Bu ölçü düz deyil. İndi bir baxaq görək, yoxlayaq. Bunu eləyək, bunu redaktə eləyək. Baxaq görək bu. İndi buna paralel eləyək. Paralel, bax, bunu buna. İndi düzələr. Götürək, buradan baxaq görək, burada 40-dır. Buradan baxaq. Bu da 40-dır. Qəbul eləyək, indi yoxlayaq. Deməli, qaydırıq yığmaya, yaddaşda saxlayıb bunu. Vururam bura. İndi baxarım buna. Yuxarıdan baxaq. Bax, indi düzdür, görürsünüz. Deməli, orada xəttə əyrik var. Biz də xəttin üstünə qoyuruq. Deməli, qəbul eləyirəm. Qəbul eləyirəm. Okey. Deməli, o ona paraleldir indi, bax. Görürsünüz böyle. Deməli, bunu da biz nəydən ötər eləyirik? Bunun deməli ortasında bir dənə polad vərəq biz qoymalıyıq. O laqondanı da bərkitməliyik onun üstünə. O belə fırlanmalıdır burada. Bax, burada qalxmalıdır, yenməlidir belə. Qalxıb yenməlidir. Onu da profildən eləməliyik biz. Burada bir listə, burada profillə onu bərkitməliyik. Profili. İndi biz qaynaqsız elədiyimizə görə mən indi eləməliyəm ki, o
onu da şurupla bağlayaq bura. Deməli, hərəkət edən polad vərəq, bax, bunun ortasına bir dənəsini də qoymalıyıq. Bağlayıram buranı. Sonra indi burada zborkaya gedirik. Burada yazıram hərəkət edən mexanizm yazaq, onu yığma eləyək. Bunu elədik yığma, bax bunu eləyirik yığma. Deməli, okey, mən vururam bunun üstünə, bura. Bu yığma oldu. İndi mən bunun içində bir dənəsini də eləməliyim ki, polad vərəq yazıram, burada 2. Yox, deməli bu hərəkət etməyən. Yoxsa yox, gəlir. Bu hərəkət eləməlidir ki, burada tərpənməsin də belə. Hərəkət edən mexanizm yazaq. Burada yazmışıq hərəkət edən mexanizm, onun da bu nəydən ibarət olacaq? Deməli, bizdə 2 dənə ya da 1 dənə. Bunun ortası yoxlayaq görək nə qədərdir. Bax, buranı, bax, buradan bura qədər olan məsafə. Bura qədər. 120. Bir dənə götürək 120'lik, deməli, istəmirdim qaynaq eləyəm, amma lazım olacaq desən qaynaq eləmək. Olsun, qoy burada mexanik. Deməli, bunun ortasına bir dənə polad vərəq eləyək. Deməli, onu orada yazın, burada. Deməli, buradakı mexanizmdə bir dənə yazdı polad, tərpənməz polad vərəq yazıq onun üstündə. O da tərpənir axı, deməli. Böyle onu nətər yazaq. Onu bizə, yazı bura şiverler. Şiverler yazaq 12. Deməli, okey. Bax, vururuq, bax, bura. Bax, burada yazmış şiverler 12. İndi biz götürməliyik buradan, keçməliyik biz. Bir dənə bax, buradan xət çəkməliyik, şiverlərdə qoymalıyıq onun üstünə. Onun üçün mən belə eləyirəm. Buradan bir dənə də xət çəkim. Burada eskiz eləməliyik, X1'dir. Belə. Deməli, o düz mərkəzdən bir dənə xət çəkirəm. Şiverləri aparıb qoymalıyım onun üstünə. Onda proyeksit eləyik bunları, bax, buradan ki, artıq çəkməyik. Buradan çəkək, deməli, buradan götürək, buradan bura qədər. Böyle. İndi qəbul elədik. İndi mən bax buradan deməli keçməliyim yığmaya. Proyektirovani profilini bax burada eləməliyim şiverler. Şiverler ghost bizə lazımdır. Ravnopolus'un. Ben istediğim şiverleri tapabileceğiz. Yoksa şu kost. Değişik diyesem bu kost. Profil
Primogo'nun atılmış verilmesi için Primogo'nun yeri Apollos. Bu Ravnopolos'un lazımdır, alüminyum. Alüminyum Magninos Polar. Bunu götürək görək. Deməli, burada ölçüsünü götürək. Deməli, 120 olmalıdır da. Yox, bu düz olmadı. Düz olmadı. Burada şüveli propresi olandı. Ben istədiyim yoxdur burada. Trubustalini götürək görək. 87 Primogo'nun. Düz ucaqlı götürək. Trubustalini dilə ovadasının Trubustalini 5 olmuşsun. Şiverli, bax bu lazımdır bizə. İndi burada 5'dir, bizdə 12 lazımdır. Buradan qoyaq, onu çöndərmək lazımdır. Buradan deməli belə onun ölçüsü ora düz gəlir. Ona görə bunu mən belə edeyim. Baxın, görün, düz qoymuşuq. Düz getdi ora, bax. Düz getdi bunun ortasına. Düz. Deməli, bax, burada hərəkət edəyim. Düzdür, belə. Bəsinə tərsini eləsək nətər olar? Tərsini eləsək lap yaxşı olar. Qoy, indi mən bunu fırlayım. Belə. Belə. İndi mən bunu getməliyim bura. Belə. Onu da gətirib ora bərkitməliyim. Bax, bu şiveləri qoydum ora. Deməli, qəbul elədik. O ki, bu da getdi şeyə. Spesifikasiya. Deməli, bu bir mexanizm. İndi bunun üstündə ikinci mexanizm eləməliyik biz. Bax, burada zborka, burada bizdə gedir və bunun içində şivelir. Bu da hərəkət edən mexanizm. Bax, bu yığmaya aiddir. Bu bir yığma olacaq. Deməli, bunun üstündə də şərti mən götürəcəm indi. Onu da bərkidərik. Bax, indi burada qaynaq olmur. Artıq qaynaq olmur. Deməli, biz bura profildən götürməliyik. Profildən. O profildə özümüz çəkərik. Deməli, burada yazaq bərkidici element. Yazım bura bərkidici element. Bunu bir dənəsinin üstündə eləyəcəm mən. Deməli, onu bir dənəsinin üstündə eləyəcəm. Onu da burada kanaf qaçmalıyıq, fırlamalıyıq onun üstündə. İkisinin üstündə daha doğrusu buradan bərkitməliyik. Okey. Baba, bunu da bura, burada düz tutaq ki, bax, bura eləyəcəm, bax, burada. Deməli, XY müstəvizi üzərində onu da eləyək 40-ın 40-a. Düz ucaqlı mərkəzdən, bax, buradan onu da proyektiv eləyək. Alınmır. Deməli, götürək ixtiyari. Bax, burada hara özümüz götürək təqribi. Nöqtəni qoyaq bura. Deməli, bax, buradan bura götürək. Burayı sürtüləyək. Bura qədər olan məsafəni götürək. Nə qədərdir? 60 olmalı da 120'dir. 60. Deməli,
Bu da olsun buradan. Buradan da götürək, ölçü qoyaq bura. Böyle 120, 110 eləyik. Deməli, burada mən qoyuram bunu. Belə düz edeyim bunu, 40'ın 40'a. Tab 40'a. Belə. Deməli, qalınlıq verirəm buna. Buna qalınlıq verirəm. Qalınlığı da olsun 2 millimetr. İndi qəbul edirəm. Buradan buna da belə şey verirəm buna. Bax buradan. Belə uzadırıq bunu. Bax bunu lagondaya bağlamalıyıq. Bununla lagondaya bağlamalıyıq. Bu olsun. Görün buradan təqribi götürürəm, mi? Deməli, siz də götürsünüz özünüzə uyğun. 150 millimetr. 150 millimetr götürdüm. İndi qəbul edirik bunu. Buradan da deşiyi açırıq lagondan bağlamaqdan ötəri. Bax, buradan eskiz. Burada edirəm, bax, burada nöqtə. Mərkəzi. Nöqtə. Buradan da nöqtə də olsun. Tutaq ki, bax, buradan bura olsun. Lagondanın yerini 80-sə 40 eləyək də. 40. Belə. Qəbul elədik. İndi mən orada deşiyi açıram. Lagondanın mən belə deşiyi 14'dür, 16'dır. Eləyirik burada. Belə yox. Eləyirik adi. Böyle düz. Bunu da eləyək, tutaq ki 14 də mən ixtiyar edib. Okey. Bax, axıra qədər oldu. Bax. Elədim mi? Bax, axıra qədər. Çünki o oradan baba buradan boltla gedib bağlamalıdır lagondaya. Tak, indi demək olar ki bitirdik biz. Bax, bu belə bir stanok olacaq. Bax, görürsünüz burada nəydən ibarətdir bu? Deməli 2 dənə künclükdən, bir şivellerdən, bir də bax belə kvadrat borudan. İndi bunu bura birləşdirmək, bunu bir dənə buradan qaynaq eləmək lazımdır. İndi mən bax bunu açıramsa, bax burada yığmanı, bax bunu açıramsa, o olmalıdır, görürsünüz, bax burada. Görürsünüz, bax bu deməli bir komplektdir bu. Deməli hərəkət edən mexanizmdir. Deməli bax burada o görünüşü, indi mən burada bax bunu görünüşü götürürəm. Sonra burada nəyimiz var bizim? Bizim eskizimiz. Şimdi bax bunu mən vururam. Baxıram bura. Görək burada eskiz bizim nəyimiz var? Deməli qaydıram. Bax onu görünməz eləməkdən ötəri gərək mən burada viddə götürəm burada 2D eskizi. 2D eskizi. Bax görürsünüz itdi. Deməli yaddaşda saxlayıram bunu. Diləvsiq hamısı üçün. Bizim sizi yordum deyəsəm, amma bunu bu deməli mən sizə göstərdiyim odur ki, bu gör nə qədər sadə bir şeydir. Bu görürsünüz. Şimdi burada da mən yenə vida girirəm, 2D eskizi götürürəm burada. Bu ölçülər göstərir. İndi burada bizim prinsipimiz nədən ibarət? İndi mən bəlkə edəcəm siz görün. Deməli bax bu. Görürsünüz bax burada hərəkət edir. Deməli bu başqa bir yığmadır mexanizm. Onu mən indi asılı vəziyyətə gətirməkdən ötəri bax bunun burasını bura toxunan eləməliyəm. Bax bura. Bax birləşdirdim. İndi bunu
İndi hərəkət etdirəcəm, görəsiniz siz. Bax, görsünüz, bu da belə. Deməli, bax, bunun burası da toxunmalıdır bura. Bunu da bax, buradan, bax, bu hissəni toxundamalıyım ola ki, o asılı vəziyyətdə olsun, qaçmasın. Bax, bura. Bax, bura qəbul elədik. İndi bax, görürsünüz, bax, bunun üstündə belə qalxmalıyıq, qalxırıq yerim. Bax, bu gedir, gəlir, görürsünüz, gedir arxa. İndi bunu mən buradan kontakt eləməliyəm ki, oraya gedib dirənsin ora. Bax, belə. Bu qalxmalıdır, yenməlidir. Lagondanı qaldırdıq, yendirdik, kəsdik. Bax, burada indi yandan göstərirəm. Bax, tutaq ki, bu göydədir. Lagondamız belədir, bax, benim belədir də. Bax, bunu mən salıram aşağı, gətirirəm, o kəsənə qədər. Kəsdim. İndi bunu mən, əgər bu dirənərsə bura, bunu mən ölçüsünü kiçildərəm. O problem deyil. İndi mən təqrib eləmişəm bunu. Deməli, bu qalxır. Görürsünüz, burada tutaq ki, qalın taxta qoyduq burada. Lagon da, bura bərkidilib bura. Deməli, bunu yendirirəm bura. Bunu lagondanın o kəsici aləti, mişarı gəlib toxunmalıdır bunun üstündə. Nə qədər qalınlığı, bura qədər qalındırsa, məsəl üçün o taxta kəsilməlidirsə, mən bunu yendirirəm, kəsirəm, qaldırıram yuxarı. Əgər istəyirəmsə bunu prujinlə eləyəm, onda mən bax burasına, bunun burasına, deməli bunun üstünə prujin eləməliyəm. Bax burada deməli qulaqçıq eləməliyəm bunun üstündə, bunu bura prujinlə deməli birləşdirməliyəm. Bax indi siz özünüz baxın, qaynaq eləyənlər, mən burada göstərmədən vaxtı şeyirəm. Qaynaq eləyənlər, onlar bax, bunu həm metal, deməli, polad vərəqin üstündə qaynaq da eləyə bilər. O eləyir, bu durur bunun üstündə. Yox, əgər qaynaq aparatı yox olmayanlar, buradan deşik açır, bax buradan. Deməli, bunu deşir, birbaşa bax bu, deməli, rus dilində stoykadır, biz dilində dirəkdir də. Dirəyin dirəyə bərkidir. Bu tərpənmir. Bu da, bunu da, onu da. Eyni qaydada. Mən onu göstərəcəm sizə. Bax, burada. Bunu vurdum. İndi bax, burada mən götürürəm. 2 dənə yerdən tutaq ki, deşik açırım. Həm hər variantı, deməli, nəzərdə. Bax, buradan vurdum. Deməli, bax, bunun üstünə eskiz eləyirəm. 2 dənə deşik. Bax, buradan birini qoyuram bura, tutaq ki. Birini də qoyuram, bax, bura. Bura. İndi burada ölçü qoyuram. Ki, buradan bura qədər olan ölçü. 10 mm, 10 çoxdur, 7 eləyəm. 7 mm. Aşağıdakını da deməli bununla bərabər edirəm, vertikal. Bununla. Olur, ikisi də 7 mm. Sonra ölçülərimi qoyuram. Bax, buradan bura qədər olan ölçü. Bura qədər ölçü. Bu 60 mm. Bu yine. Deməli, bu da 60. Bura qədər olan məsafə. Bunu mən vururam bunun üstünə, o da edir 60. Gördünüz. İndi mən bunu qəbul elədim. Deşik eləyirəm burada. Bax, indi orada mən görünməz eləmişəm. Ona görə də o görünmür. Bunu mən 2 deyini göstədirəm. Bu nöqtə. Deməli, burada işte model, bunu götürən kimi avtomatik o götürür oradan. Bu çoxdur. Bunu mən eləyirəm, azaldıram. 14 mm eləmişəm, axırda yadında saxlayıb. Eləyirik bunu 8-liklə. 6 da eləyə bilərik. 6, amma bu variant. Başı da eləyirəm bura. 6-dırsa, bunu eləyirəm. 10. Belə. Bu da oldu 10. Qəbul elədik. Şurupla bağlayırıq bunu. Qəbul elədik. İndi mən bu birisini eləyirəm. Buranı. 2 dəfə vurdum. Burada eskiz. Yenə nöqtə qoyuram bura. Buradan bura qədər. Onu mən eləmişəm də 50.
50'dir bura, buradandır, bax buradan. Onu mən indi eləyərəm. Deməli 7 mm eyni qaydada, bax buradan 7 mm. Burada birini də qoyuram bura. Burada göstərilir, bax burada göstərilir. Çünki o asıllıq görünür orada. 7 var, görürsünüz, dəqiqdə götürülür. Deməli ölçüsü, bax buradan proverka eləyirəm. Proverkada hamısını göstərir. Bax buradan mərkəzdən bura qədər olan məsafə 50'dir. Görürsünüz, 50 eləyirəm buranı. Deməli buradan götürürəm. Eskiz. Bax buradan 50. 50, buradan da 50. Bax buradan da bura 50. Belə qəbul elədik. İndi mən yenə də bunu deşiyə açıram. Bax burada həmin qaydada görsən avtomatik qoydu. Qəbul elədim birbaşa. Bax oldu belə. İndi bunu burada şurupla bağladıq. Bu heç arada tərpənən deyil. İndi qaldı bax bu, elədimi? Bax bunu da yenə də bir şey şurupla bağlamaq olar bura. Künclük qoyub burada deşib bağlamaq olar. Amma bu qaynaq aparatı olmayan adamlar üçündür. Amma qaynaq aparatı olanı buranı qaynaq eləyir bunun üstünə. Bax burada da durur yerində. Sonra bu şurupları da qoyaq yerinə. Bəlkə də indi mən bax burada götürürəm zborkada proyektирование. Zborka burada deməli götürürəm kitabxanadan. Bax burada kripyojli detalı var. Deməli bax burada şuruplar, baltı vinti. Bax mənə lazımdır vint. Görək baxa görək şurup patayını qalandı. Şaybı, drugi detali baxa görək burada olur. Burada indi baxa görək. Baba bunu bu olmalı da. Yoxsa bu da olmuyor. Samariz olmalıdır burada. Dala qaytaraq. Komponenti olmaz. Kripyojli detal. Ya bax patayını qalaq. Bu olmalıdır. Burada deməli mən bunu götürməliyəm bununla. Ya da üç bucaqlı olan fərq eləmir. Burtiksiz bax belə. İndi listova materialı bax. Belə. İndi burada bunların da cürbəcürü var. Bax burada deməli cürbəcürü. Tutaq ki götürdük bax bunu. Burada deməli qosunla olanlar. Mən dəyişməmişim. Bax qosunla olanlar. Bu olmalıdır. Bax belə. Tutaq ki bax bunu. Gətirdik qoydu. Bura qoyan kimi öz razmerini. Ya bu çoxdur, böyükdür. Onun 80'ə. Şimdi mən dəyişim. Keçim burada. Baxım. Keçim buna. Görək bunu. Bax bu deyəsən bəs eləyir. Deməli buradan, bax buradan götürdüm. Deməli hamısını. Hamısı üçün bütün bax burada şeylə. Deməli 4 dənə idi burada. Bax burada görsünüz bax qoydu. Qatova. İndi mən keçirəm bura. Bax bura. Onu da götürürəm. Deməli buradan komponentlər, bax bunu da götürürəm ondan. Qoyuram bura. Bu detala, hər detalı ayrıca eləyir, bax. Qoydum bura, indi bax bu görsən tərsini eləyir, bax buradan mən götürməliyəm, bax buradan. Şurup, bu da hamısı. Qəbul elədik, onun üçün də nə qədər deşiyi var, hamısını bağlayır. Görürsünüz, bax. İndi götürdü, bu ayrı detal olduğuna görə bu da ayrı eləyir, bax burada. Qəbul elədik, bu da bağladı. Qatov. Bax, yəni şurupla belə bağlayırlar. Qaynaqla qaynaq edirlər. İndi mən qaynaq eləyəcəm, indi onu da göstərəcəm sizə. Bax, burada, bu şurupla, burada da bağlayaq. Deməli, bax, bunu yenə okey eləyirəm. Gətirəm, bax, bura. Qoyuram bura. Bu tərsini, bax, belə. Deməli, bunu hamısı okey. Bax, belə.
qoydu, amma oturmadı nəsə yaxşı. Yaxşı oturdurmadıq. Qatama bunun deməli bax burası və burada göğsü və bura oturmalıdır. Deməli dala qaytarırıq. İndi mən təzədən götürürəm. Düz oturdurmadı ora. Baba buradan oturmalıyıq. Buradan. Buradan. O razmeri düz gəlmir. 6-18. Başı şapkası böyükdür bura. Ev yoxdur, qodur. Yəni ki, mən qaydasını göstərirəm sizə. Onu kiçik böyütmək də olur. Bax burada. Onu deməli dəyişirik burada. İzmirli razmer. Bir razmer 6'dır, 18'dir. Uzunluğu deyirsən dəyişir. Deməli bunun tipini dəyişmək lazım. Deməli onda bax bunu belə vurursan, qotala qaytaraq. Bax burada sağla vursan, burada yazır ki Zamenit biblioteka komponenti. Bunu dəyişək buna. Görək bu nətər göstərir. 8 hə, bax 10 eləyək. 80 eləyək görək. Uzun oldu. Görsüz uzun oldu. Bax bu uzun oldu. Deməli onda bunu eləyək. Görək. Deməli 6, yenə də 6 oldu. Bu da 6. Bu da yox. Qoy qalsın da elə o ölçüdə bax buna. Bunu eləyək görək. Bunu bu ölçüdə etdə mən biləm. 10, 80. Bu da uzundur. Bunu eləyək görək. STB 6. Tamamıyla diline. Bura 20 idi. 13 eləyək. Bunda ST8. Görək. Zamiri tutsun. Görürsünüz. Bax, düzəltdik. Deməli belə. İndi burada biz baba bunu elədik. Bax, bu deməli bizə bu lazımdır bu detallar. İndi bunları da elədik, bərkitdik. İndi mən burada viddə bax bu eskizləri yox eləməliyəm. Burada 2D eskizi götürməliyəm. Saxranit eləməliyəm hamısını. İndi bunu eskizini, çertiyojunu eləməliyəm. Deməli çertiyoju da nədən ibarətdir? Deməli baba burada sağla vurduq. Sazda çertiyoj. Bax göstər gətirdi qoydu. Deməli bax bu formada belə masştabı eləyirik 1-in 5-ə. Qəbul elədik. Bunu mən götürdüm bax bura qoyuram. Sağla vurdum. Proyeksiya görünüşü belə, üstten görünüşü, bir də aksonometriyası. Sazda. Bunu eləyirəm real görünüş. Deməli real görünüşümüz budur. Bu da indi burada ölçüləri qoyuram mən. Deməli ölçüləri qoyuram. Ölçülərimiz bax buradan. Deməli bura qədər olan məsafə 30'luqdur. Sonra onu mən listi verəcəm. Orada spesifikasiyada özü göstərəcək. Ona da görə də ehtiyac yoxdur ona. Deməli buradan olan məsafəni 400'dür. Deməli buradır. Bu ölçüdür. 200. Bir də burada. 500'ün 500'ü. 500'ün. Mənim özüm də bundan düzəldərəm. İnşallah istifadə eləyərəm. Siz də bəhrələnin bundan. Niyə pul verirsiniz ki? Pul verirsiniz, bəzilərində görsən ki, hələ düzəltmək lazım olur. Belə. İndi deməli, burada verdim mən bunu. Deməli, burada qabaret ölçüsünü verirəm. Burada bütün qabaret ölçüsünü, bura qədər olan məsafə. 432. Bir də bu qabaret ölçüsü. 500. Belə. İndi mən bunun spesifikasiyasını qoymalıyam bura. Bura yerləşirsə qoyaram bura. Yerləşməz, mən bilən yerləşməyəcək. Ona görə də gətirib bura qoyaq. Yerləşər lap yaxşı.
Deməli, bax, burada götürürük spesifikasiya. Deyir, ora qoyaq, deyirəm, bəli. Deməli, stavit çertyoş. Bax, burada mən qoyuram bura. İndi burada adlarını qoymuşam mən hamısını. Bax, indi bunu mən sıxışdırıram. Bax, belə. Bax, belə. Belə. Enli oldu. Deməli, belə edirəm. Görsən, böyük olur. İndi bax, buradan mən bunu yığıram sərgər belə. Bax, belə. İndi burada adlarına baxaq. Görürsünüz, bax, ağac dirək, hərfi olmadığına görə yazılır. Polad vərəq yazılmır, hərfi. Masa polad vərəqi, taxta oturacaq. Deməli, indi mən bunu ayrıca elə eləyirəmsə onda. Spesifikasiyanı ayrıca şey edirəm. Deməli, mən burada saxlanit edirəm bunu. Bizdə proqram olmayanlar burada eksport eləyir PDF-ə. Burada da deməli bu qovluqda da mən saxlayıram. Adı nədir? Lagonda dəzgahı. Yaddaşda saxladıq. İndi spesifikasiyanı. Sonra atkripit lento. İndi 2 dəfə vururam. Bax, burada çap eləmək. Və burada saxlanit çap eləmək burada var. İndi printer olmadığına görə saxlanit kart görək, export. Bax, burada indi mən dəyişirəm, Excel'də olur bu. Mən saxlanit edirəm, bax, bunun adını yazıram. Lagonda dəzgahı. Saxlanit edirəm burada. Excel'də deməli. Bu nəsə getmədi deyəsən Excel. Görək, başqa şeydə saxlanit edirik. Eksport eləyək, görək, başqasında getmir deyəsən. Excel'dir. Saxlanit də getmir. İndi mən bunu gərək ancaq solid prosmotr eləyim. Belə saxlanit eləyib, keçər. Okey. İndi bax, burada yanımıza dokumenta gedib. Yazıram bura. Lagonda dəzgahı. Və bu faildə da saxlanit edirik. Amma ora yox, mən aparmalıyam. Faili, mənim işlərim, inventor 2026. Burada std открыть deyirik. O da saxlanit. Okey. İndi getdi o şablonda, getdi düşdü ora. İndi mən baba bunun ölçülərini verəndən sonra bunu hazırlamağa nə var ki? Burada da deyir, baba bu şeydə də var hamısı qalınlığı. Burada deməli standart ölçülər 300-dür, millimetr, 314-dür. Uzunluğudur bu, 314. Burada şiveller de olmalıdır. Şurup, ST8 şuruplar da var. Sonra deməli burada da taxta oturacaqdır. Mən səhv yazmışam. Bu hərfi yazmışam. Uqaloq, Staliniyə. Amma burada şiveler de var idi axıdan. Bir də indi pozisiyaları verək görək, nomer pozisiya. Adlarını yazmalıdır. Baba burada, bunu. İndi burada yazır. Deməli, neçənci pozisiyadır. Urubi. Okey. 7. Sonra götürürəm, məsəl üçün, baba bu nədir? Bu bizdə ikinci pozisiyadır. Sonra bu nədir? 7'dir baba, bu 7'dir götürür. İndi o başqa olmalıdır.
Bu yani bu yığmanın üstündədir. Dalit. Bunu mən indi onda udalit eləyim bunu. Udalit. Bu bir dənə yığmadır. Sonra bunu bunu bu da 5'dir. İndi onu göstərəcəm mən onu. Deməli baba bu baba bu 3'dür. Sonra bu 4'tür. Sonra ne? Bunu biz yazmışıq. Burada var. Burada vermişik. Ben onu çəkmişəm özüm. Ona göre elə gözəl. Baba bunu. Bunu da ölçüsünü verək üstündə. Baba bunu. 40'ın 40'a. Bu qalanlığı verdi. İkilik qalan şeydən. Deməli bunu da verək belə 40'a. Qota sonunda. Bu belə. Okey. Və pozisiyalara baxırıq burada. İndi burada mən şurupu görsətsəm. Baba bunu. Sanki bab 8-ci pozisiya. İndi orada göstərəcəm mən sizə. Bak burada 8-ci pozisiya. Baxaq. 8 şurup görürsünüz. 16 18 uzunluğu. 9 ədəd. Toplayır yazır. Saxranit. Dilərsək. Okey. Bax belə. Sizi yordum, çox yordum deyəsən. Amma mən göstərdim sizə. Siz buradan saxlayıb bu videonu ölçülərdə götürə bilərsiniz. Bax burada da uzunluğu burada mən yadımdan çıxdı vermədim. Bax bunun üstündədir buradan. 150 millimetrdir. Sonra bu şiveleri də göstərək. Bu şiveleri mən götürmüşdüm burada. Burada uqalog, stalni, qaliçenko, polat masa, taxta. İndi bu yığmanın içindədir. Bax. Burada yığma olmalıdır. Bax. Burada zborus çirtiyor. Hərəkət edən mexanizm. İndi orada da onu da ayrıca burada göstərmək olar. Bax. İndi mən burada əgər göstərirəmsə deməli ikinci listə baba bunu belə deyirəmsə deməli baba burada yığma, baba bu yığmadır. Bunu açıramsa bunu mən ayrıca eskizini eləyə bilərəm. Çertiyojun, sazdat baba burada görürsünüz. Bax belə. Bunu mən ayrıca eləyə 1'in 4'ə belə bura bir də aksanometre. İndi mən burada bunun ölçülərini verərəm. Orada da göstərməlidir bunun pozisiyayı. Belə. İndi burada deməli buna görünüşü, indi ölçüləri vereyim. Pozisiyalarda verin burada. Burada. Deməli bax bunu pozisiyanı verirəm. Pozisiya. 2. İndi ya bunun spesifikasiyasını götürək. Bax görürsünüz burada ustava çirtiyor. Bax. Bu da bunun spesifikasiyası. Gördünüz? Şiveller 12U. Saxranit edək bunu da. Bir de saxranit kak. Okey. İndi mən bir də eləyirəm bax bunu export. Export PDF yenə ora. Hərəkət edən mexanizm. Burada yox bu. Saxranit edək. Print.
Bax belə. Deməli burada mən ölçüləri də verirəm bunu və buradan və bu 52-dir. Belə 300'dür. Orada ölçüləri var onsuz da. Bax burada var. 300 görürsünüz 12 o 300. Deməli bax burada buradan bura qədər olan məsafəni o çertivli göstərmişəm. Belə. Deməli burada da 40. Belə. Sonra burada da göstərmiyorlar bunu. İndi burada mən vermişəm, o ölçülər var. Görürsünüz 52. Bu da 120. İndi bunu mən mərkəzini göstərirəm, bir də diametrini 14. Okey. Все. Yaddaşa saxlayırıq yenə. Bununla bugünkü video dərsimizi bitirirəm. Sağ olun. Yeni video dərslərimizdə sizinlə görüşmək ümidi ilə. Bəhrələnin, özünüz düzəldin, hazırlayın. Bunu evdə də sizə çox lazım olan deməli avadanlıqdır. Bundan dəqiq ölçülər almaqla deməli detalları hazırlaya bilərsiniz. Sağ olun. Yeni video dərslərdə sizinlə görüşmək ümidi ilə salamat qalın.